19-20 sentyabrda həyata keçirilən antiterror tədbirləri nəticəsində tarixin zibilliyinə göndərilən qanunsuz rejimin keçmiş boz zonada minalar bastırdığı aşkar edilib. İndiyədək ərazilərimizdə ümumilikdə 1 milyondan çox mina bastıran Ermənistan və onun dəstəklədiyi separatçılar 480 kilometrlik təmas xəttindən ibarət ərazidə müxtəlif növ partlamamış hərbi sürsat, bu bitələsi və təsadüfi mina yerləşdirib. Əksər hərbi sürsat və 2-ci Qarabağ müharibəsindən sonra istehsal olunub. 44 günlük vətən müharibəsindən sonra 310 nəfər mina terrorunun qurbanı olub ki, onların da 90%-i mülki şəxslərdir. Ermənistan və qanunsuz rejimin ərazilərimizdə yaratdığı gizli qatillər və ölüm toxumları dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi zərurətini yaradır. Bu minalar son vaxtda bastırılan son konfigurasiyada, müharibədən sonraki yaranan konfigurasiyada olan perimetri üzrə olan minalardır. Və mənə belə gəlir ki, Ermənistan yenə də müəyyən bəhanələrlə gizlədir bütün fikirlərini, o xəritələri. Təksib olunmaz faktlar var və bu da Ermənistan tərəfini mütləq şəkildə məcbur edəcək ki, mütləq şəkildə bizlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq eləsin, həmin xəritələri mütləq şəkildə təqdim etsin.